Bu videonu izlə və gör əsl öz işini sevən həkimlər hansı etiraflar edir. Hamı bilir ki, həkimlərə tibb ocaqlarında düzgün qidalanma ilə bağlı faydalı heç nə öyrədilmir. Ölkənin tibbi təhsilində qidalanma mövzusuna heç 2 saat ayrılmayıb. 70-ci illərdə mənim oxuduğum tibb ocağında qidalanma mövzusuna çox az vaxt ayrılırdı. Düşünürəm ki, bu faktiki olaraq cinayətdir. Düzgün qidalanmanın dərindən öyrənilməsi üçün şərait yaratmırlar. Ona tədris proqramında səthi bir mövzu kimi baxılır. Bəlkə elə bilirlər biz bunları anadan gəlmə bilirik. Həkimlərin tədris proqramında qidalanma mövzusuna 20 dəqiqə vaxt ayrılır. Tibb universitetlərində qidalanmadan dərs keçən yoxdur. Mənə təxminən belə öyrədiblər. Onsuz da heç kim qidalanma vərdişlərini dəyişən deyil. Çox da üstünə getmə. Bunu demək ağır olsa da, həkiminiz çox güman düzgün qidalanma barədə sizdən az məlumatlıdır. Bizə xəstəlikləri, simptomları üzə çıxandan sonra müalicə eləmək öyrədirlər. Ta onun qarşısını almağı yox. Hələ də sənə məxsus olan sağlamlığın həkimlərin əlində olduğuna inanırsan.